Uşaqlar, bugün feilin qrammatik məna növləri haqqında məlumat verəcəm. Feilin qrammatik məna növləri nədir? Subyektlə, yəni iş görənlə üzərində iş icra olunan obyekt arasında qarşılıqlı münasibəti əks etdirir. Və feilin qrammatik məna növləri bunlardır: məlum növ, məchul növ, şəxssiz növ, qayıdış növ, qarşılıq birgəlik növ və icbar növ. Məlum növ feillərin xüsusi leksik şəkilçisi yoxdur. Və uşaqlar, onu da qeyd edim ki, feilin qrammatik məna növlərinin şəkilçiləri leksik şəkilçilərdir və vurğu qəbul edən şəkilçilərdir. Məlum növün heç bir xüsusi şəkilçisi yoxdur və məlum növ feillərdə cümlənin mübtədası olmasa belə həmin mübtədənin sonuncu xəbərlik şəkilçisinə əsasən bərpa edə bilirik. Məsələn, qapını açdım. Bu cümlədə mübtədə yoxdur. Ancaq sonuncu xəbərlik şəkilçisinə əsasən cümlənin mübtədasını asanlıqla bərpa edə bilirəm. Mən qapını açdım. Sonra məchul növ xüsusi şəkilçisi ıs4, ıns4 və n şəkilçisi vasitəsilə düzəlir. Məchul növ feillər olan cümlədə cümlənin mübtədəsi olur. Bəzən olur ki, cümlədə mübtədə olmur. Həmin mübtədəni biz bərpa edə bilirik. Və qapı açıldı. Qapının kim tərəfindən açılması uşaqlar bizə məlum deyil. Yəni məchul növ feillərdə konkret olaraq kim sualına biz cavab tapa bilmirik. Sonra şəxssiz növ feillər ıs4, ıns4, n şəkilçisi vasitəsilə düzəlir və gördüyünüz kimi məchul növdən şəxssiz növün şəkilçiləri eynidir. Fərqi nədir? Məchul növ feillərdə cümlənin mübtədəsi olur, ancaq şəxssiz növ feillərdə cümlənin mübtədəsi olmur. Başqa bir fərq də vardır ki, məchul növ feillər bütün şəxslər üzrə xəbərlik şəkilçisini qəbul etdiyi halda, şəxssiz növ feillər yalnız üçüncü şəxsin təkini